pulla və kişilərlə olan problemləriniz eyni köklə bağlıdır. Ata travması sizin xarici dünya ilə münasibətinizi formalaşdırır. Özünüzü nə dərəcədə qorunmuş hiss etməyinizi, insanlara nə dərəcədə etibar edə biləcəyiniz. Əgər siz maliyyə, fiziki, emosional cəhətdən stabil olmayan ata ilə böyümüsünüzsə, sizdə sadəcə kişilərə qarşı deyil, ümumiyyətlə xarici dünyaya, həmçinin də pula qarşı etibarsızlıq hissi formalaşır. Bəs bu boşluqda siz mən bacara bilməyəcəm, istədiyim qədər qazana bilməyəcəm hissi ilə yaşayırsınız və eyni səbəbdən psixoloji sağlam, emosional stabil və güvənə biləcəyiniz partnyorları həyatınıza cəlb etməkdə çətinlik çəkirsiniz. Ata travması dünya ilə münasibət qurmaqda və həyatda hərəkət etməkdə boşluqlar yaradır. Bu boşluğu gördükdə siz sadəcə daha çox pul qazanmayacaqsınız. Qazandığınızı da qoruya biləcəksiniz və sizi dəyərləndirən, qorumaq istəyən və sevgi göstərən partnyorları cəlb edəcəksiniz. Bu boşluğun haradan gəldiyini bilmək istəyirsinizsə, şərhlərdə ata sözünü yazın, sizə 3 dəqiqəlik testi göndərim.